Deməli, bir dünya şöhrətli alim izləyicimiz yazır ki, mənə gülməli gələn odur ki, Həkim Subaydır ailə məsləhətləri verir. Deməli, bu insanın timsalında, yəni insanların əksəriyyəti yarısından çoxu əslində belə düşünür ki, güya evli olmaq o deməkdir ki, sən ağıllısan. Güya evli olmaq o deməkdir ki, sən bilikli, bacarıqlı, qabiliyyətlisən. Güya evli olmaq o deməkdir ki, sən yaxşı insansan. Güya evli olmaq o deməkdir ki, sən dünya görüşlüsən. Belə olsaydı onda bizim dərdimiz nə idi ki? Niyə ailələrdə söz-söhbət olurdu, xəyanət olurdu, boşanmalar olurdu, zorakılıq olurdu, kriminallar baş verirdi? Niyə cəmiyyət bu gündə yetişirdi o zaman? Yəni bu sualı ümumiyyətlə özünüzə vermisinizmi? Yəni sizin yazdığınız sən nəyə bənzəyir? Mən belə bir misal çəkim. Kişi ginekoloq həkim görmüsünüz də, yəni kişi qadın həkimi. Yəni qadın həkimi kişilər də ola bilər də. Elə xaricdə Avropada, Amerika Birləşmiş Ştatlarında qadın həkimlərinin çoxusu kişidir. Yəni onda belə çıxır ki, yəni sizin məntiqinizə əsasən deyirəm də, yəni də kişi ginekoloq olması üçün qadının hiss elədiklərini hiss eləməlidir. Yəni cinsini dəyişdirib ya trans olmalıdır, ya qadın olmalıdır, ondan sonra ginekoloq olmalıdır. Belə çıxır da. Elə deyilmi? Daha başa düşmürsünüz ki, elm deyilən bir anlayış var. Yəni elm nə deməkdir? Elmin özünün strukturu var, fundamenti var, ölçülə bilən bir şeydir. Səbəb-nəticə əlaqələri qurulur. Eyni zamanda psixoterapiyada da, ailə psixoterapiyasında da insanların ayrı-ayrı fərq şəklində şəxsiyyət tipləri var. 1. Sinir sistemi tipləri var. 2. Davranışları var. 3. Kimlikləri var. 4. İnanc sistemi var. 5. Dəyərlər sistemi var. 6. Hədəfləri var. 7. Bir sözlə insan biliklərdən, bacarıqlardan, kimliklərdən, inanclardan, dəyərlər sistemindən ibarət mürəkkəb varlıqlardırlar. Yəni insanın qəbul etdiyi qərarlar onun həyatının strukturunu müəyyən edir. Və ailə də bir strukturdur. Onun da bir dinamikası var. Yəni bu kimliklər də ələ alınıb bir-bir işlənilir. Yəni bunun üçün psixologiya elmi deyilən bir elm var. Elm də tərəfsizdir. Yəni elmlə məşğul olmaq üçün sən şərt deyil ki, sən ailə qurmalısan, ondan sonra sən bu elmlə məşğul ola bilərsən. Düzdür, ailə qurmağın müəyyən üstünlükləri var ki, öz övladın olur. Sən onu duyğusal olaraq yaşayırsan, yəni, həmin bir şeyi. Yəni, faktiki olaraq bunun duyğusal yaşantısını sən bilirsən. Amma bu o demək deyil ki, sən bunun elmi tərəfini bilirsən. Terapevt də əsasən pasiyentlə işləyəndə tərəfsiz olmalıdır. Kənardan baxıb bir şeyi izləməli, o cümlədən onun dinamikasını tərtib eləməli və addımları bir-bir ortaya qoymalıdır ki, bu adama mən necə kömək edə bilərəm. Yəni, söhbət rasional düşünmə şəklindən gedir. Yəni, analizdən gedir, sintezdən gedir, yəni onları birləşdirməkdən gedir. Bax, belə-belə şeylər. Və belə bir misal da verim sizə, elə hər kəs bilsin. Dünyaca məşhur psixiatr var, Virginia Satir. Yəni, o dünyanın bir nömrəli ailə terapevtidir, qadın. Yəni, idi daha doğrusu. İndi çoxdandan vəfat edib. Yəni, dünyada ondan güclüsü hələ yox idi ailə terapiyası üzrə. Amma faktiki olaraq ömrünün axırına kimi subay qalmışdı. Yəni, xəyaldan çıxıb reala düşmək lazımdır. Bir balaca baş işlətmək lazımdır. Ki, təəssüflər olsun ki, insanlar özlərini əziyyətə vermək istəmir. Diqqətinizə görə minnətdaram. Sağ olun.